Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi sosial tərəfdaşlıq layihəsi vətəndaşlara müxtəlif xidmət və alış-veriş məkanlarında güzəştlərdən yararlanmaq imkanı yaradır. Sosial tərəfdaş layihəsi Əmək Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə yaradılmışdır 2023-cü il oktyabr ayında. Pensiya, sosial müavinət, yaşa görə, əlilliyə görə, ailə başçısını itirən şəxslər, bir sözlə ümumi müavinət alan şəxslər üçündür. Hələ ki istifadə eləməmiş. İstifadə eləmək istəyirsinizmi? Öyle bir qaydasını bilmirəm necə eləmək lazım. Kart var da onunla istifadə olunur. Orada demək çıxır ümumi məbləğ, neçə faiz demək güzəşt olur, o görünür, çekdə görünür. İstəyərdim öncə həqiqətən mən bildim ki, onun qiyməti 5 manatdır, bu ildir 4 manat. Mənə qane edir, mütləq. Əlbəttə lazımdır. İstəyirəm ki, güzəştlər olsun, həmişə təqaüdçülər də sevinsin. Eləmişəm. Nə kimi istifadə edirsən? Bax, ərzaq da almışam, ondan sonra müəyyən cihazlar almışam. Yəni endirimdə ha. Pensiya kartı ilə alan adam güclü endirimə olmalıdır ona. Sosial tərəfdaşlıq layihəsi çərçivəsində vətəndaşlar seçilmiş market, aptek, xəstəxana və digər xidmət sektorlarından endirimlərdən yararlana bilirlər. Deməli, müavinət aldıqları kartlarla ödəniş elədikləri halda seçilmiş məntəqələrdən yararlana bilərlər və e-sosial mobil tətbiqini telefona yükləyərək orada barkod açılır. Bu barkodu kassirə təqdim etmək lazımdır və endirimlər avtomatik tətbiq olunur. Bununla yanaşı layihədə müəyyən istisnalar da mövcuddur. Bəzi istisna hallar var ki, bəzi məhsullar var ki, onlar aid deyil. Bu zərərli tütün və alkoqollu içki məhsulları və s. daxildir. Həmçinin 010 712 73 12 mobil nömrələrinə zəng edərək ətraflı məlumat ala bilərlər. Sosial tərəfdaşlıq proqramı isə ölkədə sosial rifahın artırılması istiqamətində mühüm addımlardan biri kimi davam etdirilir.